Ölüm cəzası cinayətləri azaldır yoxsa artırır? Bu sualın cavabı sizi şokka salacaq. Azərbaycanda ölüm cəzası 1998-ci ildə ləğv edilib və 128 nəfərin edam cəzası ömürlük həbslə əvəz olunub. Dünya miqyasında isə 106 ölkə bu cəzanı qadağan edib, amma bəzi ölkələrdə hələ də var. 2021-ci ildə 18 ölkədə 579 insan edam olunub. Çində minlərlə edamın olduğu təxmin edilir, amma dəqiq rəqəm dövlət sirridir. İran, Misir və Ərəbistan da bu siyahıda ön sıralardadır. Amerika isə bunların arasında statistikaları ən şəffaf paylaşan ölkədir. 1976-cı ildən bəri 1532 vətəndaşın ölüm cəzası icra edilib. Ölümcül kimyəvi maddələr, elektrik şoku, ölümcül qazlar, asılma və güllələnmə kimi müxtəlif metodlar istifadə olunub. Amma burada ağla sığmaz bir fakt var. Amerikada ölüm cəzasının olduğu əyalətlərdə cinayət hadisələri olmadığı əyalətlərə nisbətən daha çoxdur. Bəli, düz eşitdiniz, daha çox. Statistikalar göstərir ki, ölüm cəzası ağır cinayətləri azaltmır, əksinə artırır. Bəzi ekspertlər bunun vəhşi cinayətləri artırdığını düşünür. Əvvəllər bu mənə absurd bir fikir kimi gəlirdi, amma statistikalara baxanda fikrim dəyişdi. Doğrudan da bu belədir. Və siz nə düşünürsünüz? Ölüm cəzası yenidən bərpa edilməlidir, yoxsa bu sadəcə bir vəhşilikdir? Fikirlərinizi şərhlərdə yazın. İzlədiyiniz üçün təşəkkürlər.